Hazırda birinci sorğu yaxşı görünür. Lakin ikinci sorğuda müəyyən problemlər var. İkinci sorğuya daxil oluram. Gördüyünüz kimi burada eneyi olan sütunlara rast gəlirik. Eneyi sadə mətn hesab edilir. Yəni normal bir mətn məzmunudur. Onu biz errorlarla qarışdırmamalıyıq. Məsələn, biz buradan remove rows, remove errorsdan istifadə etsək, eneylər silinməyəcək. Çünki query editor onu error kimi qəbul etmir. Errorların silinməsi ilə bağlı digər dərslərdə danışacağıq. Burada biz eni olan sətirləri çıxarmaq üçün sadəcə filtrdən istifadə edəcəyik. Sütunların yanında olan filtr işarəsinə klik edirəm. Qarşımıza filtrlə bağlı bəzi seçimlər çıxır. İlk seçim sort ascending və sonra isə sort descendingdir. Hansı ki onların vasitəsilə biz sütunda olan sətirləri sortlaya bilərik. Məsələn, bu sütunun üzərində sort descending desək, dataset ən sonda olan ölkədən başlamış olacaq. Əməliyyatı geri qaytaraq və digər seçimlərə nəzər salaq. Eni olanları filtrləmək üçün burada axtarış çubuğuna NA yaza bilərik. Onun qarşısından işarəni götürüb ok klik edəndə qarşımıza bir problem çıxmış oldu. Sütunun ilk ölkəsi yadınızdadsa Əfqanistan idi, hal-hazırda isə həmin ölkə sütundan xaric edilib. Bunun əsas səbəbi isə daxilində NA dəyəri olan bütün ölkələrə filtrin tətbiq edilməsidir. Gördüyünüz kimi yerdə qalan ölkələrə filtr tətbiq edilməyib. Əməliyyatı geri qaytaraq, filtrə geri dönək və manual olaraq NA dəyərini axtaraq. Qarşısına işarəni götürürəm, ok klik edirəm. Gördüyünüz kimi NA olan dəyərlərə filtr tətbiq edildi, yerdə qalan dəyərlər isə olduğu kimi qaldı. Yenidən filtrə qayıdaq. Burada load more adlı hissə var, hansı ki listin əksik olması ilə bağlı bizə bildiriş göstərir. Əgər load more klik etsək, list tamamlanacaq. Hal-hazırda yüklənmə gedir və list tamamlanmış oldu. Ok klik edirəm. Artıq düzgün filtrləmə əməliyyatı həyata keçirildi. Baxmayaraq ki, biz sadəcə bir sütuna filtr tətbiq etdik. Bununla yanaşı bütün datasetdən NA dəyərlər bir növ çıxarılmış oldu. İkinci sorğu üzərində də müəyyən dəyişiklik etmiş olduq. İndi isə üçüncü sorğu üzərində işlər görək.